Oğlaqlar üçün 2026-cı ilə proqnoz. Əziz oğlaqlar, bu il sizin həyatınızın əsas mövzusu 4-cü ev, yəni daşınmaz əmlak, mənzil mövzusu ola bilər. Niyə? Çünki iki böyük planet Neptun və Saturn sizin 4-cü evinizdən keçir. 26 yanvar tarixində Neptun sizin 4-cü evinizə keçir, 14 fevral tarixində isə Saturn. Bu da o deməkdir ki, sizin evinizdə, ailənizdə hansısa bir dəyişikliklər baş verə bilər. Neptun 4-cü evdən keçərək əslində yeni ev almaq bir o qədər də məsləhət deyil. Çünki burada hansısa yalanlarla rastlaşa bilərsiniz. Bəzən olur ki, bir evi bir neçə insana satırlar, Allah eləməsin, amma belə hallar da olur. Saturn isə evdə əksinə bir qədər evin təmirə ehtiyacı olduğunu göstərə bilər. Ev biraz bəlkə köhnələ bilər və evdə də hansısa bir soyuq münasibətlər də yarana bilər. Bu həm də nəyə səbəb ola bilər? Bəzən olur ki, evdə insanlar bir-birindən elə bil uzaqlaşırlar. Bəzən bu uzaqlaşma mənəvi mənada olur, bəzən isə fiziki mənada. Ola bilsin ki, siz oğlaqlar harasa köçə də bilərsiniz, xarici ölkəyə köçə bilərsiniz və bu səbəbdən öz evinizdən, öz ailənizdən bir qədər fiziki olaraq uzaqlaşasınız. Belə bir şey də ola bilər olsun. 14 fevral tarixində Günəş tutulması, 3 mart tarixində isə Ay tutulması baş verəcək. Bu tutulmalar arasında olan period tutulma dəhlizi adlanır və bu tutulma dəhlizi bizə karmik dərslər verir. Bu il sizin üçün 2-ci və 9-cu evlərdə baş verəcək bu tutulmalar. Yəni, həyat sizi bu dəhlizdə məhz pul və səyahətlər və təhsil mövzusunda sınayacaq. Əgər siz bu dövr ərzində pul itirirsinizsə və ya məsələn viza üçün müraciət edirsiniz və sizə viza verilmirsinizsə, deməli hansısa həyatınızda səhvlərə yol vermisiniz. Əgər əksinə viza verirlərsə, səyahətə yollanırsınızsa, pul qazanırsınızsa, hansısa bir bonus əldə edirsinizsə işdə, onda deməli hər şeyi doğru edirsiniz. 26 fevral tarixindən 13 mart tarixinə kimi ilin 1-ci retro Merkurisi təşrif buyurur. İlk retro Merkuri sizin 3-cü evinizdən keçəcək və bu o deməkdir ki, sənədlərdə hansısa bir çaşqınlıq yarana bilər. Ona görə bu dövr ərzində çalışın bütün sənədlərə diqqətlə baxasınız və səhvlərə yol verməyəsiniz. 26 aprel tarixindən Uran retro hərəkətdən çıxır, düz hərəkətə keçir sizin 6-cı evinizdə. Bir qədər xaos yaradan planet Uran sizin iş mövzunuza hansısa bir dəyişikliklər gətirə bilər. Məsələn, qəfildən iş yeri dəyişə bilərsiniz və ya yeni bir iş təklifi ala bilərsiniz. Bəlkə hətta xarici işləməyə də gedə bilərsiniz. Yəni, nəsə bir qəfildən iş mövzusunda dəyişikliklər olacaq. Bu Uran 7 il davam edəcək, amma onun daha çox təsirini biz məhz 1-ci il ərzində hiss edirik. Yupiter, uğur planeti, şans planeti iyun ayına kimi sizin 7-ci evinizdədir, iyun ayından keçir 8-ci evə. Yəni, iyun ayına kimi Yupiter sizə partnyorluq münasibətlərində şans verir, bəxt verir. Yəni, siz gözəl partnyorluqlar qura bilərsiniz, evlənə bilərsiniz, məsələn, ailə qura bilərsiniz. Yupiter belə bir imkan da yaradır. Məsələn, kimsə evlilik təklifi ala bilər və ya gözəl biznes partnyorluqları qura bilərsiniz bu dövr ərzində. İyundan sonra isə pul mövzusunda gözəl şansınız var. Xüsusilə bu digər insanların puludur. Məsələn, ailəniz tərəfindən maddi dəstək ola bilər olsun, həyat yoldaşınız tərəfindən və ya məsələn vərəsəlik əldə edə bilərsiniz və ya kredit ala bilərsiniz və bax beləcə sizin həyatınızda gözəl bir pul axını yarana bilər. 29 iyun tarixindən 23 iyula kimi 2-ci retro Merkuri gəlir bizim həyatımıza. 2-ci retro Merkuri sizin 7-ci evinizdən keçəcək və bu deməkdir ki, məhz partnyorluq münasibətlərində hansısa bir geri dönüş ola bilər. Məsələn, keçmişdən hansısa partnyorlarınız gələ bilər, o keçmiş sevgililər deyirlər. Bax, keçmiş sevgililər bu periyodda sizin həyatınıza gələ bilər, hansısa bir təkliflər edə bilər. Razılıq verəsiniz, verməyəsiniz, bu artıq sizin qərarınızdır, siz qərar verirsiniz. 27 iyul tarixində karmik düyünlər bürclərini dəyişir və 9-cu, 3-cü evlərinizdən keçirlər 8-ci, 2-ci evlərinizə. Yəni, indiyə kimi əgər siz öyrətmən və öyrənci anlayışları arasında balans saxlamalıydınızsa, yəni, məsələn, həm öyrənmək, həm tələbə olmaq, amma eyni zamanda ekspert olmaq anlayışları arasında balans. İyul ayından sonra isə növbəti il yarım ərzində, çünki karmik düyünlər il yarımda bir bürcünü dəyişirlər,
maliyyə məsələlərində balans saxlamaq çox önəmli olacaq. Qazandığımız pullar, digər həyatımıza gələn pullar, pulu düzgün xərcləmək, düzgün yatırım etmək, ümumiyyətlə maliyyə mövzusu sizin həyatınızda önəmli rol ala bilər və özünüz öz pullarınızı düzgün xərcləyib, düzgün yatırım etməyi öyrənməlisiniz məhz bu dövrdə. Avqust ayında həmçinin yenə də tutulmalar baş verəcək. 12 avqust günəş tutulması, 28 avqust ay tutulması və bu tutulmalar arasında yenə də biz həmən o tutulma dəhlizini yaşayacağıq və karmik dərslər alacağıq. Bu tutulma dəhlizində siz maliyyə mövzusunda sınağa çəkilə bilərsiniz. Yəni əgər siz pul itirirsinizsə, deməli hansısa səhvlərə yol vermisiniz. Əgər əksinə pul qazanırsınızsa, deməli nəsə düzgün həyat yaşamısınız. Sentyabr ayının 14-də Lilit daha bir karmik göstərici bürcünü dəyişir və sizin 12-ci evinizdən keçir 1-ci evinizə. Sentyabra kimi 12-ci evinizdən keçəcək və bu deməkdir ki, sizin daxili aləminiz sizi sınağa çəkəcək. Hansısa sirlər öyrənə bilərsiniz. O sirləri paylaşmaq və ya paylaşmamaq kimi bax belə suallar yarana bilər içinizdə. Öncədən deyim ki, paylaşmayın. Və sentyabrdan artıq 1-ci evinizə keçərkən Lilit sizi hər sahədə sınağa çəkəcək və bu sınaqlardan nə qədər yaxşı keçsəniz, bir o qədər növbəti 9 ili yaxşı yaşaya biləcəksiniz. Və ilin son 2 astroloji hadisələri, bu da retrolardır. Biri retro Merkuri, biri retro Venera. Retro Merkuri sizin 11-ci evinizdən keçəcək 24 oktyabrdan 13 noyabra kimi. Retro Venera isə 11-ci və 10-cu evinizdən yenə də 3 oktyabrdan 14 noyabra kimi. Bu sizə nə gətirəcək? Ola bilsin ki, məsələn, dostlar mövzusunda hansısa bir çaşbaşlıq da ola bilər olsun və bir də iş mövzusunda. Ola bilsin ki, köhnə dostlarınız həyatınıza qayıtsın. Məsələn, çoxdan əlaqəni itirdiyiniz dostlar yenidən həyatınıza dönə bilər və siz yenidən münasibətlərə başlaya bilərsiniz. Və ya ola bilsin ki, köhnə iş yerinizdən də sizə hansı bir xəbər gəlsin və ya hətta iş təklifi gəlsin. Bax belə, bu oldu sizin 2026-cı ilə proqnozunuz, əziz oğlaqlar.